Salam aleykum, inkubator həvəskarları, təsərrüfat sahibləri və heyvan həvəskarları. Dediyim kimi, keçən səfər videoda qeyd eləmişdim ki, hazır vəziyyətini sizinlə paylaşacağam və bu da artıq onun hazır vəziyyətidir. Gördüyünüz kimi beyin yerləşdirildi, 2 knopka qoyduq. Biri çevirmə sistemini söndürüb yandırmaq üçündür, digəri spiralın birini söndürüb yandırmaq üçündür və bu gördüyünüz də avtomat ümumi söndürüb inkubatoru yandırmaq üçündür. Və indi toka taxıb sizə inşallah göstərəcəm. Bismillah. Gördüyünüz kimi bu ümumi söndürüb yandırmaq üçündür, dediyim kimi. Bu knopkaları da dedim, hərəsi nə iş görür. Həm görünüş olaraq gözəl görsənir, həm də keçən videoda əvvəl qeyd elədiyim kimi istilikdən, nəmişlikdən və soyuqdan qoruyur beyni. Və gördüyünüz kimi mən bunu sadəcə olaraq toka sancmışam. Bunu bu qaydada hazırlayıb inkubatorun üstünə yerləşdiririk. Həm görünüş olaraq bu digər beyinsiz, yəni fikrinizi qarışdırmasın, bu aşağıdakı inkubatorun üstünə özünə aiddir. Bu isə tam fərqli bir şeydir. Dediyim kimi bu heç yerdə satılmır. Yəni biz bu qutunu özümüz hazırlayırıq və istənilən müştəriyə də bu qaydada yığıb hazırlayıb qablaşdırıb göndərə bilərik. İstənilən rayona, istənilən ünvana. Siz də bunu bu qaydada inkubatorunuzun üstünə 2 şurup buradan, 2 şurup buradan bağlayıb, bütün naqil sistemlərini bağlayıb, inkubatorunuzda özünüz quraşdırıb istifadə edə bilərsiniz. Bu qədər, sağ olun, hamıya uğurlar.